İndi bir var hamı danışdığı, bir var heç kimin hamının gizlətdiyi deyim. Hamının gizlətdiyi ən əsas bir işdə olan şeylər nədir deyə bilərsiniz bizə? Ən əsas onu deyirdim ki, hamı işi asan göstərir. Hə, məhsul tapdıq, məhsulu eBay-də paylaşdıq, bəs bu qədər satış elədik, bu qədər xeyir elədik. İş o qədər stabil getmir, iş o qədər pürüzsüz getmir. Təəssüf ki, hər biznesdə olduğu kimi burada da problemlər olur. Yəni məsəl üçün son vaxtlar, yeni il vaxtlarında sifarişlərdə gecikmə olur. Çünki hamı bu Christmas-a görə, bu Yeni il bayramında bayramlaşır bu xristianlar. O bayrama görə hədiyyələr gecikir, kargo uzanır, orada düzgün müştərini idarə etmək lazımdır. Yəni əslində burada çox kiçik incəliklər lazımdır eləmək. Amma çox adam belə deyək, çox yerdə elə görsənir ki, sanki bu iş dünyanın ən asan işidir, passiv gəlir gələcək, heç bir şey eləmək ehtiyac yoxdur. Hə, bir-iki həftə qurdunsa özü gələcək, elə bir şey deyil. Burada əziyyət var. O əziyyətin kiçik görülməsini mən deyərdim ki, biraz yalan çıxır. Yəni əziyyət var. Sözsüz ki, yəni bu şey əziyyəti deyil də, həftədə 5 gün 9 saat işləmək, 8 saat işləmək əziyyəti deyil. Təbii ki, ondan azdır. Ondan daha çox belə ödülləndirici deyirlər, elədir. Ancaq o qədər asan deyil.